Sağ ol, necəsən? Can boşudur amma nə deyirsən? Sağ ol, yaxşı olsun. Yaxşı olsun. Mama gil yaxşıdır. Sağ ol, yaxşıdır. Sağ ol. Salam duamı deyirsən. Sağ ol, çox sağ ol. Dede, heç qardaşın görünmür. Nə bilim, baş qarışıq olurdu, ora-bura işləzirdi. O boşanmışdı da, elə mənim yadımdadır, 3-4 il bundan qabaq. Ha, bir 4 ilə yaxındır. Deyirəm də, nə deyirəm atana? Bəri gələyim. O yoldaşını gördüm mən. O günlər uşaqların əlindən tutub gətirdi, məktəbdən gətirdi dərsən, girdirsin qapıya. Ata, boşanıblarsa o gəlin nə gəzir sizdə? Bizim ətəyimdə. Hə da, sarı şaşdı da, gördüm, onu tanıdım, onu tanımıram. Yox, qarışırsan yəqin. Yox. Olsun ki, o qardaş uşaqlar gətirib qoyub gedirlər. 12 uşağı var da, biri qızı, biri oğlan. Yəqin umacağı var ya onun evdən. Çoxdadır. Mənim özüm bilsən, qardaşım biraz tərsim var. Biraz qardaşın dələ doludur. Ona görə heç yola getmirəm, heç maraqlanmıram. Yox, öyle gəlib getməkdə yəqin nəsə umacağı var onun. Nə bilim. Çoxdadır da o. Hə, öyle. Eləmi? Orada bizim evdə. Yəqin uşaqlarına payısıyır da oradan. Olar. Allah özü kim olsun, amma barışsalar yaxşı olar. Mənim qardaşım bir dava qırğınla hara qədər gedəcəklər. Çətin adamdır. Allah özü kim olsun. Qismət. Sağ ol. Sağ ol.